Dünən köynəyimi kimyəvi təmizləmədən götürəndə parçanın zədələndiyini, yəni süzüldüyünü gördüm. Bununla bağlı şirkətə iradımı bildirdim. Şirkətdən isə bildirdilər ki, köynəyimi təhvil alan zaman həmin qüsur artıq mövcud idi. Buna əsas gətirərək dəymiş ziyanın ödənilməsi ilə bağlı tələbimi qəbul etmədilər. Bəs belə olan halda mən nə etməliyəm? Üzərində iş görüləcək məhsul kimyəvi təmizləmə mərkəzinə təhvil verilərkən icraçı tərəfindən təhvil təslim aktı və ya digər sənədlər istehlakçıya təqdim edilməlidir. Bu aktda malın təhvil verildiyi andakı vəziyyəti barədə qeydlər əks olunmalıdır. Qeydlərin dəqiq formada aparılmasına istehlakçı tərəfindən diqqət yetirilməsi tövsiyə olunur. İcraçı işi və ya xidməti pisləşdiribsə, yaxud iş və xidmətdə digər qüsurlara yol veribsə, qüsurlar icraçının hesabına və qısa müddət ərzində aradan qaldırılmalıdır. Əgər istehlakçı qüsurları öz hesabına aradan qaldırıbsa, o zaman icraçıdan çəkilən xərclərin ödənilməsini yaxud iş haqqının azaldılmasını tələb edə bilər. İcraçıya qüsurları aradan qaldırmaq üçün verilən əlavə müddət ərzində iş yerinə yetirilməyibsə, istehlakçı müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb edə bilər. Əşyanın dəyəri isə istehlakçı müqavilə bağlayarkən icraçı ilə birgə müəyyənləşdirilməlidir. Çətindir? Deyil. 2/2-dir.